Hər birinizi salamlayıram dostlar, axşamınız xeyirli olsun. Növbəti təlimimizə başlayırıq. Sağlamlıqla bağlı. Niyə bioloji aktiv ələqələrə tələbat get-gedə artır? 10 ildən sonra durum necə olacaq, vəziyyət nə yerdə olacaq? Dünyada ümumiyyətlə bununla bağlı fikirlər nədir? Bu məsələlərin hamısına toxunacaq, çalışın, diqqətli olun. Başlayırıq. Demək, müasir vəziyyət dünyada bu haldadır. Dünyada cəmi 5% sağlam adam qalıb. 15% xəstələrdir, 80% xəstəlik önü vəziyyətdə olanlardır. Bu 5% sağlamlarla bağlı onu deyim ki, bu insanlar konkret orqanizmləri ilə müəyyən işlər görürlər. Müntəzəm, müasir vəziyyət onu tələb edir. 200 il bundan qabaq sağlam ikən, heç bir iş görmədən də sağlam qalmaq olurdu. Kifayət idi ki, içki içilməsin, siqaret çəkilməsin, zərərli başqa vərdişlər olmasın, insan normal yatsın, normal dursun, sağlam qala bilirdi. İndiki dövrə bu aid deyil. İndiki dövrdə sağlam qalmaq üçün o 5% insanlar müəyyən qədər iş görürlər, müntəzəm. 15% xəstələr, bunların sayəsində çox olmalıydı, əgər sağ qalsaydılar. Bunlar sağ qalmadıqları üçün faizləri aşağıdır. Burada onu deyim ki, kimyasal dərmanlardan da, onların fəsadlarından da ömür qısalır. Yəni, dünyada ölümə səbəb olan statistikada kimyasal dərmanlardan ölüm, dərmanların fəsadından ölüm 4-cü yerdədir. Artıq son demək olar ki, 7-8 ildir 4-cü yerdədir. 1-ci yerdə ürək damar, 2-ci yerdə xərçəng, 3-cü yerdə şəkər fəsadları və 4-cü ölümə səbəb olan sıralamada kimyasal sintetik dərmanların fəsadıdır. Bu baxımdan da xəstələrin ömrü qısalır. Yəni, xəstələrin sayı ona görə azdır. Və 80% insanlar xəstəlik önü vəziyyətdədir. Bu insanlar xəstə deyirlər. Bu insanlar hələ ki xəstə deyirlər. Amma heç bir tədbir görməsələr, onlar gec ya tez xəstə olacaqlar. Yəni, gec o deməkdir ki, stresə düşməsələr, özlərini müəyyən qədər qorusalar, bu gec baş verər. Amma tez odur ki, nə gəldi, yedi, necə gəldi, yatdı, durdu, stres oldu və s. nisbətən məsələ tezləşəcək. Yəqin fikir vermişsiniz də son illərdə, məsələn, eşidərsiniz filan kəsin sümük yeyilməsi var. Həkimə gedib əməliyyat deyiblər və yaxud da filan kəs çanaq oynağını dəyişdi. Adam özündə fikirləşir ki, bu çanaq oynağını dəyişən adam ümumiyyətlə heç nə fəhləlik eləmişdi, nə yük qaldırmışdı, nə uzun-uzadı bir soyuqlarda qalmışdı. Adi sıradan belə insanın həyatını sürməklə, insan sümük yeyilməsi ilə üzləşir. Bu artıq siqnaldır insanlara ki, sağlamlığa yatırım olunmasa, söhbət tək puldan getmir, bilgidən də gedir. Müəyyən işlərdən, zəhmətdən gedir. İnsan sağlam qala bilməyəcək. Növbəti slaydda yaşılla göstərilənlər bizim gücümüz, belə deyək, yetməyəcək səbəblərdir. Biz o səbəbləri dəyişə bilmərik. Yəni, yaşılla göstərilənlər. Ekologiya get-gedə yaxşılaşmayacaq. Maşınlar arta-arta, tullantılar artır. Ümumiyyətlə, yəni, bu günə plastikin özü ekologiya boyda zərbə vurur. Artıq bir neçə aparıcı ölkələr plastiki sənayedən çıxartmağı planlayırlar. Bir neçə ölkələr hətta bununla bağlı addım da atıblar. Yəni, ekologiya bizim təsirimiz yoxdur. Yəni, biz fərdi insan kimi sağlam qalmaq üçün ekologiya heç nə deyəmirik. Stresi azalda bilmərik. Yəni, rutin, həyatın rutini get-gedə artır, tələbatlar artır, tələbatların sayı artır, həcmi artır, o baxımdan stres azalması artar. Kimyəvi dərman plus qidanın tərkibində olan kimya, yəni bugün qidanın tərkibində həddən çox kimya var. Bu, adi uşaqların çeynədiyi saqqızdan tutmuş, belə deyək də, gündəlik qida qəbul olunan çörəyə qədər kimyasal tərkib. Yəni, çörəyin
drojin tərkibini bir dənə qrup araşdırırsınız, adam şoka düşür ki, kükürt turşusuna qədər onun tərkibində var. Yəni, bu cür kimya tək dərmanla yox, demək olar, bütün qida ilə bizim bədənimizə daxil olur və biz bundan qaça bilmərik. Yəni, mümküniyyəti yoxdur. Toya getsin artıq, toylarda da çipsi qoyurlar. Yəni, çipsin tərkibində təbiidən çox qeyri-təbii, sintetik maddə daha çox. Və irsiyyəti də biz dəyişə bilmərik. Orada faiz az da olsa, 15% təsiri olsa da, yenə gücümüz çatan bir şey deyil. Amma 60% pay olan sağlamlığa təsir edən faktorlardan bu qidalanma və həyat tərzinə bizim gücümüz yetər. Amma ağılla rəftar eləməliyik. Bu gün böyük təhlükələr elə oradan gəlir. Növbəti slayd zəhmət olmasa. İş burasındadır ki, biz qidalanmaq, yəni bizim missiyamız var, belə deyək, proqramımız var, qidalanmaq. Kim çox qidalanır, kim az qəbul edir, bundan asılı olmayaraq hər gün insanlar qida qəbul edirlər. Hətta oruc ayında da 2 dəfə qəbul olunur. Bu qida qəbul eləməyinin konkret bir məğzi məqsədi var. Məqsəd odur ki, biz qidadan müəyyən maddələr almalıyıq. Həmin maddələr bizə gündəlik lazımdır. Nə üçün gündəlik lazımdır? Çünki biz hər gün onları işlədirik. Bu maddələrin sayı 100-ə yaxındır. Burada doymamış yağlardan tutmuş, amin turşulardan tutmuş, minerallardan tutmuş, vitaminlərə qədər hər bir şey bura daxildir. Yəni, bir 30-40-a yaxın vitamin, 20-yə yaxın amin turşu, 60-70-ə yaxın mineral elementlər və 3 dənə doymamış yağ. Cəm 100-ə yaxın maddəni biz hər gün işlədirik. Yəni, fəaliyyət olmadı belə işlədirik. Düz otursay belə yenə işlədirik. Az işlətsə yenə işlədirik. Yəni, düz otursay belə ürək döyünür, kalsium işlədirik. Tənəffüs əzələləri işləyir də, yəni, döş qəfəsi qalxır, enir, biz nəfəs alırıq. Yəni, kalsium, maqnezi, kalium, natrium bunları biz işlədirik. Biz yuxu görürük belə, B qrup vitaminləri, kalsium, sink, maqnezi bunları işlədirik. Yəni, müntəzəm olaraq bizim bədən iş görür. Mikrob daxil olur bizim bədənə, immunitet ona qarşı durmaq üçün sink, selen, kalsi, E vitamini, C vitamini, A vitamini işlədir. Yəni, insanın mövcudluğu bu sol tərəfdəki olan cədvəldə maddələr istifadəsi ilə əlaqəlidir. Və bu maddələr istifadə olunduqca bədənə təzədən qəbul olunmalıdır qida ilə. Əsas mənbə qidadadır. Yəni, suda o qədər yoxdur. Məsələ nədir? Qidada bu maddələrin miqdarı get-gedə azalır. 1936-cı ildə artıq Amerika Konqresi bəyan edib ki, torpaqlar tükənib və bu torpaqlardan qəbul olunan qida ilə insan lazım olan mineral, vitaminləri ala bilmir. Mütləq əlavə nələrsə eləməlidir. Və 1950-ci illərdən başlayaraq bununla bağlı ciddi işlər başladı və 1956-da səhv eləmirəmsə, birinci artıq rəsmi addım atıldı və çatmayan maddələri əlavə kimi hazırladılar ki, insanlar qəbul eləsinlər. Yəni, çatışmazlığın səbəbi nədir? Torpaqların istirahətə verilməməsi. Torpaq müntəzəm əkilir, istirahətə verilmir. Artıq bundan sonra bu tamam torpağı 5 ildə, 10 ildə istirahətə versin, o özünü lazım olan maddələri yığmağa çətinir. Torpaq tükənir sol tərəfdəki maddələr baxımından, amma sağ tərəfdəkilər orada qalır. Onlar lazımsızlardır. Yəni, orada qurğuşundur, kadmidir, stronsin, nikel, civədir, alüminiumdur, arsen var orada. Ümumiyyətlə, siyahı böyüdür, yəni, orada qısa yazılır. Demək, neyniblər? Gen mühəndisliyi ilə bitkinin genin o formada dəyişilir ki, bitki torpaqda lazım olanları götürmədən də böyüsün. Amma təbii ki, lazım olanı götürməyəcəksə, məlumdur ki, sağdakı lazım olmayanları götürəcək. Və bu baxımdan da bugünkü bitkilər sol tərəfdəkindən kəsaddılar. Məsələn, C vitamini sutkaya bizə ən azı 100 mg lazımdır. Marketdə satılan pomidorun 30-unda, 40-ında o C vitamini o qədər var. Məsələn, selen bizə lazımdır təqribi 100-150 mikroqram. Marketdə satılan bananın təxminən bir 15-20-sində var. Yəni, qida get-gedə ərzaqlar
yavaş-yavaş lazımi maddələrdən kəsadlaşır. Amma pomidorlar ölçüsünü saxlayıb baxmır. Yəni büzüşmüş pomidor olmur ki. Deməli, bu nə ilənsə başqa bir şeylə dolur da. Bəli, sağ tərəfdəki maddələrlə zənginləşir. Ona görə pomidor həmin qoxunu vermir, xiyar həmin qoxunu vermir, digər ərzaqlar da həmin qoxunu vermirlər. Kələm belə lazım olan o əvvəlki kələmin qoxusunu vermir. Və o lazımsız maddələr ki var, zərərlilər, sağ tərəfdəkilər, onlar sol tərəfdəkilərin əvəzinə bədənə doluşmağa başlayır. Məsələn, bizə sink lazımdır günə 20 milliqrama yaxın, dəmir bizə lazımdır 20 milliqrama yaxın. Biz yeməklə onun 1/3-ün gücünü alarıq. Qalanının əvəzinə orqanizm başlayır qurğuşun, kadmi, arsen, alüminium bunları doldurur. Yəni, birləşmələrə həmən maddələri salır. Bu proses, dostlar, gündəlik baş verir, hər gün. Hər gün baş verdikdə artıq orqanizm lazım olan proqramları icra edə bilmir. İmmunitet ona yüklənmiş proqramla çalışa bilmir. Yaddaş ona lazım olan formada çalışa bilmir. Fokuslanma həmənki fokuslanma ola bilmir. İnsan fokuslana bilmir. Uşaq məsələn fokuslana bilmir öz əzizlərinə, yaxınlarına. Çünki onun sinir sistemində qurğuşun sinkin yerini tutur. Alüminium orada başqa birləşmələrin əvəzinə girir. Məsələn, maqneziyin ilə sinkin yerinə girir. Orada arsenə qədər yer tutur, selenin, kalsinin yerinə. Və həmən uşaq odaqlana bilmir, köklənə bilmir öz əzizlərinə. Adını qoyuruq autizm. Yəni, özünə qapanma, aparırıq laqopedlərə, psixoloqlara. Yəni, dostlar, o sənət sahiblərinin pis demirəm. Onlar da öz işlərini icra edirlər. Amma bir valideyn olaraq insan başa düşməlidir ki, yəni, vəziyyət budur. Durum budur ki, orqanizmə lazımlının yerinə lazımsız doluşur. O lazımsız zərərli maddələr lazım olan effekti verməyəcək. Və gündəlik bu proses baş verdikdə, get-gedə ona görə xəstəliklərin sayı artır. Get-gedə problematik uşaqların, problematik, məsələn, yaşlı qocaların, indi elə qoca tapa bilməzsən ki, sümükləri saz olsun. Bəlkə 1000 nəfərdən biri olsun. Hamısının demək olar ki, sümükləri dağılmış vəziyyətdədir. Amma mən yaşlılar yadıma gəlir ki, 80 yaş üstü bağ belliyi, bağ əkirdilər, müxtəlif fiziki işlər görürlər. Bugünkü qocalara onu demək olmur. Çünki orqanizm sümüyü itirir, sümüyü itə-itə yavaş-yavaş yük düşür qığırdağa. Qığırdaq da o yükün altında başlayır dağılmağa. Şəkildə gördüyünüz kimi, soldakı kalsium tam, sümük kalsiumdan tam zəngin vəziyyətidir. Biz orqanizmə gündə 1000 milliqram kalsium verməyə əvəzinə qida ilə ala bilirik 300-400 milliqram. Və orqanizm qalan çatışmayan kalsiumu, lazım o 1000 milliqramı sümükdən başlayır qana depolamaya. Qalxana bənzər ətraf vəzinin xüsusi maddəsi var, aktivləşir və sümükdən kalsium qana yuyulur. Ki, kalsium ümumiyyətlə həyat elementidir. Ürək belə kalsiumla döyünür. Beyin kalsiumla çalışır. Hər proses kalsium iştirakı ilə baş verir. O baxımdan orqanizm kalsiumun sabitliyini qorumağa ilk öncə proqramlaşır. Və sümükdən yuyur qana, sümük yavaş-yavaş sağdakı hala düşür. Və o boşluqları da orqanizm bekar qalmır, tapır kadmi, qurğuşun, onları yığır ora. Həmən o elementləri yığır sümüyə. Sümük artıq keyfiyyətini itirir, yavaş-yavaş formasını dəyişir. Məsələn, 3-cü dərəcəli artrozda artıq oynağı təşkil edən sümüklər başı yumru olmur, artıq kvadrata bənzəməyə, trapesiyə bənzəməyə başlayırlar. Və o halda da məcburi artıq əməliyyat tələbat olur. Yəni, prosesi öncədən həll eləmək lazımdır. Maraqlı tərəf nədir? İnsanlar yanlış bir fikirdə olurlar ki, mənim yox, gedim, sümükdə problem var da, mən elə gedim, qanda kalsiumu yoxlayayım mənə. Gedib qanda kalsiumu yoxlayıb, kalsium normal çıxır. Aldadıcı məqam oradadır. Bayaq dediyim kimi, orqanizm qanda kalsiumun miqdarını sabit saxlamağa proqramlaşıb. Və qanda kalsium ta sümüklər 40-50% kalsium kütləsini itirənə qədər qandakı kalsium sabit qalacaq. 40-50% sümük kütləsi kalsiumu itirəndən sonra bilirsiniz nə baş verir? Spontan sınıqlar. Adam
Pilləkəndan düşərkən qəfil sümüyü sınır. Adam birdən ayağı büdürür, yerə oturanda əlin dayaq eləyir özünə, birdən biləkdəki sümüyü sınır. Biri, ikisi. Qəfil sınıqlar baş verir. Bu artıq vəziyyəti geri qaytarmaq çox çətin olur. Ürəkdə aritmiyalar başlayır, yaddaş gedir, şuursuzluq baş verir. Alzheimerə qədər yarana bilir. Çünki orada beyin toxuması da yavaş-yavaş quruyur, çapıqlaşır və qan dövranı pozulur o çapıqların hesabına. Yəni, bu dərəcədə ciddi vəziyyəti aparmaq lazımdır. O yanlış davranışdır. Bəzən həkimlər də orada çaşırlar. Çünki həkimləri də qınamalıdır. Oxuyublar 70-ci ilin kitabları ilə. Yəni, müasir vəziyyətdə, müasir dövrdə hələ bu bilgilər kitablara, bir çox universitetlərin kitablarına daxil olmuyor. Yavaş-yavaş bu bilgilər daxil olur. Mən sizə verdiyim məlumat sırf Ümumdünya Səhiyyə Təşkilatının bazasından verilən məlumatlar. Bugün bunu dediklərimi ChatGPT-yə də sual versəniz, istənilən süni intellektə sual versəniz, təsdiqləyər ki, müasir insan 1000-1200 milliqram kalsium əvəzinə qidadan onun 1/3-nin gücündən alır. Hələ 1000-1200 ortalamadır. İnsan əgər, belə deyək, abituriyentdirsə, onun tələbatı artır. Körpədirsə, diş çıxaracaqsa, onun tələbatı artır. Yaşlı bir qocadırsa, onun tələbatı artır. Hamilə qadındırsa, onun tələbatı artır. Və bu artan tələbatın qarşılığında insan yeməklə ancaq 300-400-ün ala bilir. Yəni, bu qədər vəziyyət acınacaqlıdır. Deyim ki, dostlar, bu problem bütün dünyadadır. Yəni, növbəti slayd zəhmət olmaz. Bu problem bütün dünyada baş verir. Və bundan əlavə də hələ zərərli maddələrin əvəzləmə kimi orqanizm bayaq dediyimdə götürür. Məsələn, maqnezinin, sinkin, selenin, dəmirin yerinə əvəzləyir zərərli digər elementlərlə. Başqa bir problem də var planetdə. Bu, bayaq dediyim plastik. Bugün Hind okeanının səthi demək olar plastiklə örtülüb. O plastik çox gec emal olunur. Planet onu 150 il üstü müddətə emal edir. Xüsusi bakteriyalar lazımdır ki, o plastiki emal eləsinlər. O da yerin çox dərin qatlarındadır. Yəni, neft olan, torf olan yerlərdədir. Yerin üzündə o bakteriyalar yoxdur. Çox az saydadır və o baxımdan bizim tulladığımız plasmasdan qat-qat azını planet həzm eləyə bilir, həll eləyə bilir və plastik də get-gedə artır. Bugün planetin istənilən yerində suyun tərkibində plastik çıxır. Plastikin nano hissəcikləri var, elektron mikroskopla sezilə bilir o hissəciklər. Onlar rahat hüceyrəyə qədər nüfuz edir. Xüsusi toplandığı hüceyrələr var, bu artıq təsdiqlənib, vəzilər və beyin. Alzheimer xəstəliyində artıq təsdiqlənib, alüminium və plastikin beyində çoxluğundan yaranır o problem. Sonsuzluqda artıq təsdiqlənib. Sink, selen, vitamin Y və başqa maddələr çatışmazlığından ora əsasən qurğuşun və xüsusilə civə toplanır və bir də ki, plastik yığışır və sonsuzluq problemi yaranır. Erkən klimaksda bir mənalı civənin və plastikin rolu təsdiqlənir. Çıxış yolu. Çıxış yolu əslində, mən bayaq dedim, 1950-ci illərdən artıq bir çox ölkələr, aparıcı ölkələr bunun üzərində işləyiblər. Hazırda çıxış yolunu müntəzəm tətbiq edən rekordsmen ölkə Yaponlardır. Yaponlar 90% üstü əhali ilə bu çıxış yollarını tətbiq edirlər. Çıxış yolları nədir? Burada bayaq dediyim kimi, bir neçə iş görmək lazımdır. Çatmayan maddələri vermək lazımdır. Bir. İkincisi, zərərli maddələri müntəzəm çıxartmaq lazımdır. Və bu iki iş müntəzəm görülməlidir. Bundan ötürü də xüsusi bir maddələr ortaya gəlib ki, artıq Yaponlar 1960-cı illərdə bunları kütləvi qəbul etməyə başladılar. Bu maddələrin adı bioloji aktiv qida əlavələri. Bunlar ümumilikdə belə adlanırlar. Amma tərkibcə bir-birlərinə fərqlidirlər. Bunların bir qrupu bayaq dediyim kimi təmizlik işləri görürlər orqanizmdə. Digər qrupları tamamlayıcı işlər görürlər. Çatışmayan maddələr bədənə verirlər. Qalır ki, insana bunlarla tanış olsun, öyrənsin, araşdırsın və öz tələbatına uyğun olaraq özü üçün hesablasın. Yəni, bu bioloji aktiv əlavələr
professional formada hazırlanırlar zavodlar tərəfindən və onların üzərində, məsələn, kalsium miqdarı yazılır ki, məsələn, bir paketin içində 400 milliqram kalsium. Oturub hesablayıram ki, mənim tələbatım 1200 milliqramdır, məsələn, mən yeməklə alıram 400. Demək, bu paketdən nə qədər qəbul eləməliyəm? Orada 400-dürsə, 2 dənə o paketdən içsəm, olur 800. Yeməkdən aldığımla bir yerdə 1200-ümü tamamlayıram. Vəssalam. Bunu nə qədər eləməliyəm? Nə qədər sağam, bu qədər eləməliyim. Bu qədər bəsit. Yaponlar bunu çoxdan dərk ediblər. 50 il, 60 il bundan qabaqla Yaponlar bunu dərk ediblər və bugün kütləvi şəkildə bunu edirlər. Digər ölkələr də artıq bu sıralamaya daxil olurlar. Amerikadır, Kanadadır, Avropanın inkişaf eləmiş ölkələridir. Hətta bu ölkələrdə xüsusi nüfuzlu işlərə, məsuliyyətli işlərə bioloji aktiv əlavə qəbul eləməyən insanları götürmürlər. Onlardan xüsusi protokollar, çeklər istəyirlər ki, sən gətir görüm bədənivə bu maddələri nə dərəcədə verirsən, nə qəbul edirsən. İdmançılar ələxüsus həmən o rəqəmləri tamamlayırlar. Zərərli maddələri bədəndən çıxardırlar. Əks halda o lazım olan rekord rəqəmləri verə bilməz, idmançı onu eləməz. İndoneziyadır, Aziya ölkələrindən, Avstraliyadır, Koreyadır, Çindir, Hindistanda artıq geniş bu prosesə başlayıblar. Hətta Hindistanda bioloji aktiv əlavələrdən savayı müəyyən qurumlarda, eləcə də bu İngiltərədə, Amerikada, Kanadada da artıq başlanılıb. Uşaq evlərində, bağçalarda, qocalar evlərində, müəyyən tibb müəssisələrində verilən çörəyin tərkibi minerallaşdırılır. Əlavə mineral verilir. Təbii ki, dövlətlərin bütün kütləyə, bütün insanlara bunu tətbiq eləməsi çox baha başa gələr. O baxımdan əsas hədəf bioloji aktiv əlavələrdir. Bioloji aktiv əlavələr ümumiyyətlə proqnoza görə bir 10 ildən sonra planet sakini üçün məcburiyyətə çevriləcək. Hətta belə proqnozlaşdırılır ki, 10 ildən sonra terapevt bioloji aktiv əlavə qəbul eləməyən bir vətəndaşa müalicə yazmayacaq. Ondan protokol tələb edəcək ki, hansı bioloji aktiv əlavələri qəbul edirsin. Yadınıza gələr korona dövründə müalicə protokolu əvvəl tərtib olundu. Sonra həkimlər gördülər ki, orqanizmlərdə D vitamini çatışmazlığı, sink çatışmazlığı, C vitamini çatışmazlığı fonunda protokolun kimyasal dərmanları effekt vermir. Ona görə sonraki etaplarda protokolun sağ tərəfinə mütləq sink, selen, C vitamini, əsasən sink, C vitamini, D vitamini əlavə eləməyə başladılar. Ondan sonra insanlar özləri də araşdırmağa başladılar. Hətta korona dövründə bir çox insanlar heç xəstələnmədən belə həmən maddələri bədənlərinə verirdilər. Maqni B6 orada dəbə mindi ki, stressdən qabağını alır. Xəstələnən də stressə düşürdü, xəstələnməyən də. Dostlar, 10 ildən sonra ümumiyyətlə heç korona oldu, olmadı, bu məcburiyyət olacaq. Yəni, planet sakini bu maddələri əlavə doldurmasa bədənə, qidadakı ilə sağlam yaşaya bilməyəcək. Çox çəkə bilməyəcək. Yəni, onun sağlamlığı uzun çəkə bilməyəcək. Hətta o sağala bilməyəcək hansısa dərmanlarla. Növbəti slayd zəhmət olmasa. Ümumiyyətlə, bioloji aktiv qida əlavələri bugün artıq başa düşmüsünüz ki, bir çox insanlar da heç bu təlimi dinləməyənlər də artıq bioloji aktiv əlavələrinin nə olduğunu bilirlər. Vacib olduğunu dərk ediblər. Apteklərə bugün girirsən, xüsusən iri apteklərdə sol tərəf vitrinlər bioloji aktiv əlavələrdir. İdmançıların qidalarıdır və bioloji aktiv əlavələr. Get-gedə istehsalat artır. Müxtəlif şirkətlər ortaya gəlir ki, məsələn, Türkiyədə 20 üstü şirkət bioloji aktiv əlavə istehsal edir. Rusiyanın özündə də 20-dən yuxarı şirkətlər var ki, bioloji aktiv əlavələr istehsal edirlər. Burada artıq bioloji aktiv əlavələrin biri-birindən fərqi ortaya girir. Ki, əgər mən özümü götürürəm, belə bir sıradan olan vətəndaş kimi sağlamlığıma əgər bioloji aktiv əlavə ilə tənzimləyəcəmsə, bu necə bioloji aktiv əlavə olmalıdır? Bu məndə bir mənalı sual doğurur ki, mən bunu müntəzəm içəcəm. Bunun tərkibində də birdən lazımsız zərərli maddələr olsa, mən bir səbəbi o, belə deyildir, bu dəfə artıq zərər, digər problemlərdən əziyyət çəkəcəm.
o zərərli maddələr də mənim bədənimə toplanacaq. Bu məni narahat edir. O baxımdan uzun araşdırmalarla məşğul oldu, yəni tək deyildim. Bioloji aktiv əlavələr bir-birindən fərqlənirlər. Məsələn, ola bilər ki, aptek sistemində sizə rast gələ bilər. Bioloji aktiv əlavə, məsələn, hansısa bir bitkinin tozu, hansısa ağacın çiçəyinin tozu, hansısa, məsələn, belə deyək də, sarımsağın tozu, məsələn, qara zirənin tozu. Bu nə deməkdir? İş burasındadır ki, bu bitki ki var, məsələn, sarımsağı götürək. Biz müntəzəm hər gün başladıq sarımsaq yeməyə. 2 aydan sonra bizdə problemlər olar. Bizim allergiyamız başlayar, bizim təzyiqimiz arta bilər, baş ağrı ola bilər və başqa narahatçılığa, səpkiyə qədər gətirib sala bilər. Bu nəyinə əlaqəlidir? Həmən bitkinin tərkibində bizə lazım olmayan zərərli maddələr də var. Bayaq biz danışdıq, artıq torpaq tükənib, bitkinin geni dəyişib, oradan lazımsız maddələri də çəkir. Ümumən, lap belə sarımsağın əcdadını götürək, lap belə geni dəyişilməmiş sarımsağı götürək. O sarımsaqda da lazımsız maddələr var. Yəni, bizim orqanizm lazımlıları emal edib götürür, lazımsızları çıxartmalıdır. Yəni, xalis bitkini belə götürsək, geni dəyişilmiş heç olmasa da, istənilən bitkidə, istənilən ərzaqda bizə lazım olmayan maddələr də var və orqanizm onu çıxartmalıdır. Və əgər biz müntəzəm həmən ərzaqı qəbul ediriksə, onun lazımsız hissələri o qədər artır ki, artıq zərər verməyə başlayır. Və sarımsağın nümunəsində də belə olur. Və həmən sarımsağı götürüb qurudub, üyüdüb, kapsula tökmək, kapsullaşdırıb satışa çıxartmaq, qara zirəni qurudub, üyüdüb, məsələn, kapsullaşdırıb satışa çıxartmaq, bu insana bonus qazandırmır da, bu insanı sağlam saxlamır. Çünki onun tərkibində zərərli maddələr də var və insan pul verərkən tullantıya da pul verir. Mütləq araşdırmaq lazımdır ki, bu bitkinin tərkibi ümumiyyətlə emal olunub olunmuyor. Emalına görə bioloji aktiv əlavələr biri-birindən fərqlənir. Qiymət də orada artıq bilinir. Emal olunmuşlar, məlumdur ki, biraz yuxarı qiymət olacaq. Bundan əlavə, bitkinin tərkibində və yaxud da təbii xammalın, istənilən təbii xammalın tərkibində olan maddəni orqanizm hüceyrəyə salmağa da əlavə iş görür. Məsələn, belə deyək də, biz tutaq ki, qurduq internetə kalsium nəyin tərkibindədir, yazacaq ki, ən çox yumurta qabığındadır. Bəli, gətirək yumurta qabığını üyüdək, toz halına salaq və onu tökək çörəyin ortasına, belə deyək, bükək yeyək, udaq. Məlum məsələdir ki, fikirləşəcək ki, biz kalsium aldıq. Bu məsələ nədir? Onun tərkibindəki kalsium karbonat formasındadır. Kalsium CO3 kimyəvi strukturu belədir. Orqanizm o formada onu hüceyrəyə sala bilməyəcək. Molekulyar formada qəbul edə bilmir hüceyrə. Eləcə də, məsələn, bitkilərin tərkibində olan kalsiumları ümumiyyətlə heç orqanizm parçalayıb sala bilmir içəri. Yəni, həmən o yumurta qabığındakı olan kalsium karbonatı orqanizm bölməlidir, kalsium ionuna tərəf, ion halına salmalıdır, digər isə karbon tərəfinin oksigenlə çıxartmalıdır, ayırmalıdır və həmən kalsiumu ion halında hüceyrəyə salmalıdır. Bunun üçün orqanizm ferment işlədir və fermentlərin də çatışmazlığı bugün var insanlarda. Ferment yaranır vitamindən, hər bir vitaminə də mineral lazımdır istehsalatı üçün. O baxımdan biz mineral, vitamin baxımından kasadlıq çəkiriksə, əziyyət çəkiriksə, bizdə ferment çatışmazlığı da olacaq və uzun-uzadı həmin bu yumurta qabığını biz qəbul edə bilməyəcək. O, gedib daş kimi böyrəklərdə çökə bilir, öt kisəsində çökə bilir, əgər axşam yağlı yürürsə, öt kisəsində çökür, soyuq su içiriksə, ayaqlarımız soyuqda qalır. Böyrəklərdə çökür, daban altına şpol kimi çökə bilər. Yeri gəlmişkən sümükdən yuyulan kalsiumda ta hüceyrəyə gedib girə bilmir. Sümükdən yuyulan kalsiumda kalsium fosfat formasındadır. Orqanizm onu da parçalamalıdır. Fosfatla, fosforla oksigeni ayırmalıdır, kalsiumu ion halına salıb hüceyrəyə salmalıdır. O baxımdan sümükdən yuyulan kalsiumda tam şəkildə gedib otura bilmir hüceyrələrə və o da həmənki kimi. Yumurta qabığının kalsiumu kimi gedir, ödə çökə bilir, böyrəyə çökə bilir. Boyunda osteoxondroz varsa, boyun fəqərələrindən kalsium yuyulubsa, fəqərə arası disklərə yük düşübsə, disklərdə yırtıq, qabarma varsa,
Həman kalsium gedir, ora çöküntü verir. Rentgendə ya MRT-də osteofit yazılır. Tin-tin olur həman kalsiumlar. Necə dəniz qırağındakı o daşın üstünə uzun müddət qalanda suyun altında necə çökür kalsium duzları, eyni formada boyunda da o fəqərarası diskə çökür. Və həmən o tin-tinlər batır adama. Batır insanı incidir, sinirləri incidir. Ayağının altına mahmuz kimi tin olur. Dabanı çox uzun müddət yerə sıxmaq olmur, incidir. Uzun müddət adam ayaq üstə qalanda incidir. Diz oynağının üstünə çökür, diz oynağı ağrımağa başlayır. Hər yerə çöküntü kimi verir. Zot problemi varsa gedir ora çökür. Sümükdən yuyulan kalsiumda ağılsız istifadə elədiyimiz kalsiumlardır. Yəni düşünmədən hardan nə gəldi kalsium mənbəsi kimi götürdüyümüz kalsiumlarda eyni rol oynayır. O baxımdan dostlar, həmin o maddələr, o 100-ə yaxın maddə eyni şəkildə müntəzəm olaraq cəm bədənə verilməlidir. Birim verməklə orqanizm düzənlənmir. Əksinə problem yarana bilir. Məsələn, B qrup vitaminləri 20 dənədir. Biz onun bir dənə B6-sını verməklə və yaxud da B12-sini verməklə biz heç nə qazanmırıq. Bir dənə maqnezini verməklə B6 ilə biz heç nə eləyə bilmirik. Bizə selen də, kalsium da, sink də, dəmir də, başqa lazım, məsələn, orada kükürdü var, silisium var, məsələn, az da olsa lazımdır. Mis bizim orqanizmə az da olsa lazımdır. Manqan bizim orqanizmdə xüsusi rol oynayır, az da olsa lazımdır. Bunların hamısı eyni vaxtda verilməlidir. Bir-bir hansısınca qəbul eləmək, bu absurddur. Yəni, aptek sistemində həm emalına görə, həm tərkibinə görə adam araşdırmalıdır. Ciddi araşdırma aparmalıdır. TNS kimi şirkətlər isə az sayda olsa da var. Tək TNS deyil, başqa belə şirkətlər də var. Bunlar hesablayırlar. Orqanizmə lazım olan bütün maddələri hesablayırlar. Elə şirkətlər var ki, insanların kasad düşüncəsinə uyub, sırf ona lazım olanı hesablayır, verir. İnsandır, dilinə düşüb tək D vitamini hazırlayayım, verim. İnsandır, dilinə düşüb tək maqni B6 hazırlayayım, verim, alacaqlardır. Yəni, sırf satışa qovur. Amma şirkətlərdə var ki, TNS kimi. Onlar bunu nəzərə almırlar. Düşünürlər, insanın özündən daha çox insanı düşünürlər və lazım olanları hazırlayırlar. Bol çeşiddə. Məsələn, TNS kalsiumlarının tərkibində 70 üstü maddə var. Dünyada çox az şirkət tapılar ki, belə olsun. Yəni, emal edirlər bir çox ham maldan lazım olan maddələri alırlar, salırlar ya toz halına, ya kapsullaşdırırlar, ya çay formasında dəmləmə kimi hazırlayırlar. Tərkib çox zəngindir və lazımsız maddələr oradan ayrılıb çıxardılıb. Yəni, insan pul verərkən tullantıya pul vermir. Bu bir tərəf üstünlüyüdür. Bioloji aktiv əlavələrdə axtarılmalı məsələdir. İkinci məsələ, bayaq dediyim kimi, kalsi karbonatı orqanizm parçalaya bilmir. Sümükdən yuyulan kalsi fosfatı orqanizm parçalaya bilmir. Və yaxud da müəyyən qədər parçalayır, digərini parçalaya bilmir, bu gedir çöküntü kimi olur. Artıq parçalanmış halına salınmış kalsiumlar və yaxud da digər minerallar, maddələr lazımdır. TNS bunu eləyir, ion halına salır. Çox az şirkətlər var ki, buna pul xərcləyir. Bu xüsusi texnologiya tələb edir, xüsusi aparatura lazımdır ki, təbii xammalı ion halına gətirəsin. Artıq orqanizm üçün belə bir əziyyət qalmır onu mənimsəmək. Və üçüncü üstünlüyü var ki, bu TNS-də daha çox TNS-dədir. Çox az şirkət var ki, az da ədədlə sayılan şirkət var ki, bunu eləyir. Bu bioloji fermentasiyadır. Məsələn, kalsium xelat formasına hazırlanır, bioloji fermentativ halına salınır. Və həmən fermentasiya olunmuş kalsium ta hüceyrəyə qədər rahat nüfuz edə bilir. Dünyada ən yüksək mənimsənilən kalsiumdur, TNS-in kalsiumu. 1995-ci ildən bugünkü günə qədər, 2026-cı ilə qədər TNS kalsiumu dünyada ən yüksək mənimsəniləndir. Google-a axtarışa rus, ingilis dilində versəniz, kalsium kralı kimdir, TNS gələcək. Sırf bu xüsusiyyətlərinə görə, iyonlaşmasına görə və bioloji fermentasiya olunduğuna görə. Fermentasiya məsələsini, məsələn, ev qatığı market qatığı ilə müqayisə eləmək var. Evdə maya ilə hazırlanan qatıq, o bioloji fermentasiya olunur. Marketdəkilər çoxsu süni fermentasiya olunur, sintetik fermentasiya olunur. Beləcə də bayaq dediyim kimi evdə
Məsələn, bir var ac xəmirə ilə hazırlanan çörək olsun, bir də var ki, dükan çörəyi. Drojla hazırlansın. Drojla o sintetik kimyasal fermentasiyadır. Amma ac xəmirə ilə olunan bu bioloji fermentasiyadır. Orqanizm bioloji olduğuna görə sintetik fermentasiyanı yerbəyer eləyə bilmir. Zavod çörəyi yeyəndən sonra adamda diskomfort ola bilir, çox ola bilir, həzmsizlik ola bilir. Nə qədər çox yesən, bir o qədər problem. Amma ac xəmirə ilə bişən çörəyi o problemi yaratmır. Əksinə adam yüngül olur. Başa düşsən ki, bioloji fermentativ maddəni orqanizm rahat mənimsəyə bilir. Tiyens şirkətinin bioloji aktiv əlavələrinin üstünlüyü buradadır dostlar. Həm xam mal emal olunur, tam zərərsiz maddələrdən ayrılır. Xam malın özü də ekoloji təmiz zonalardan yığılır. Bu da xırda nüans olsa da vacib. Yəni, ekoloji təmiz zona çox az qalıb. Planetin 11-13% dağıdır. Alp dağlarıdır, Tibet yaylasıdır, Sibir tayqasıdır, Ant dağlarıdır, biraz Arizona ştatıdır, Kanadada bəzi zonalarda, Həbəşistanda, Macaristanda bəzi yerlər qalır. Yəni, o zonalardan yığılan hammaldan emal olunur və istisna ola bilər ki, hansısa belə deyək, canlı ola, balıq ola ki, o radiasiyanı qəbul eləməz. Belə canlılar var və həmən canlılardan da ala bilirlər. Bu da xüsusi bir üstünlükdür. İyon halına salınır və bioloji fermentasiya olunur. Bioloji fermentasiya xüsusən vacib üstünlükdür. Yəni, TNS məhsulunu, bioloji aktiv əlavəsini, məsələn, sink kapsullarının içində 60 danadır. Açıb eyni vaxtda 60-ını da qəbul eləsən, orqanizm zəhərlənməyəcək. Zəhərlənmənin səbəbi elə odur ki, insanda ferment çatmır parçalamağa. İnsan bu maddəni parçalaya bilmir. Maddə çürüntü verir, zəhərlənmə verir. Adi məsələn götürək, hansısa ət yemək, belə deyək, xaş. 5 nəfər yeyir, görürsən biri yüngül onu həzm eləyir, qalan 4 nəfər çox ağır keçirdir. Toyda məsələn elə olur ki, balığı yeyirlər, məsələn 10 nəfər, 20 nəfər zəhərlənir, 2 nəfər zəhərlənmir. Zəhərlənməyənlər də yeyirlər o. Zəhərlənməməyin səbəbi fermentləşmə, adamın fermentləri var, güclüdür. O baxımdan da o adam fermentləşdirir həmən qidanı, zəhərlənmir. TNS məhsulları, bioloji aktiv əlavələr, hazır fermentləşiblər. Ona görə də doza aşmaq riski yoxdur. Həkimə ehtiyac yoxdur. Həkim təyinatı olmadan da adam özü də açıb kataloqdan hesablayıb lazım olanı içə bilər. Dozanı aşsa zərəli yoxdur. Əksinə effekti tez alar. Nəticəni tez almış olur. Yəni, bu boyda insanlar üçün komfortlaşdırmaq bu məhsulu, bu çox yüksək premium yanaşmadır. O baxımdan da bugünkü gün TNS dünyanın 190 ölkəsində yayılır. 190 ölkədə mal məhsulları rəsmi qeydiyyatdan keçirilir və insanlar tərəfindən istifadə olunur. Sevə-sevə istifadə olunur. Növbəti slayd zəhmət olmasın. Sertifikatlar burada önəm daşıyır. Xüsusən də İslam ölkələri üçün. Məsələn, TNS-in İslam ölkələri üçün halal sertifikatını da əldə edib. Ən çox İslam ölkələrindən Pakistan, bir də İndoneziya istifadə edir. Artıq Türkiyədə də rəqəmlər yetərincə böyüyüb. Yəni, keçən ilin axırıncı aylarında 10 milyon dollardan yuxarı idi aylıq istifadə insanlar tərəfindən. Çox geniş sevilib və istifadə olunur. Növbəti slayd zəhmət olmasın. TNS-in bioloji aktiv əlavələri bölünürlər. Bayaq dediyim kimi, təmizləmə, tamamlama. Bu xüsusidir. Yəni, lazım olan zərərli maddələri təmizləmək və çatışmayan maddələri bədənə vermək. Bu xüsusi önəm daşıyır. Bərpa etmə, bu əlavə bir dənə bonusdur TNS tərəfindən və tam sağlam adam üçün də profilaktik, yəni ortalama doza ilə özü üçün hesablayıb hər şeyi qəbul edin. Profilaktika üçün də biz xüsusi illik profilaktik model veririk insana. Təbii ki, dərk eləmiş insana. Yəni, hər kim bunu eləyə bilmir, hər kim bunu təqdim eləmir. İnsan artıq dərk elədi, artıq özündə bir təsdiqlədi ki, bəli, TNS həqiqətən fərqlidir. Bəli, mən artıq qərar vermişəm bioloji aktiv əlavəni müntəzəm qəbul etməyə. Biz həmən adama profilaktik illik sxemlər, modellər təqdim edirik ki, bu özü və ailəvə bunu tətbiq edə bilərsin. Növbəti slayd zəhmət olmasa. Təmizləmə məhsullarından xüsusi orada çaylar, xitacan
Bunları vurğulamaq olar. Xüsusən Xitazan 2025-ci ildə Yaponiyanın Ohio Universiteti tərəfindən nanoplastiki bədəndən xaric edən ilk maddə kimi elmi təsdiqini aldı. 2025-ci ildə Yaponlar təsdiqlədilər. Ümumiyyətlə, Xitazanın xam malın TN sözü də Yaponlardan alır. Yaponiyadan xam mal ancaq Yaponlara məxsusdur. Yeganə hələ ki təsdiqlənmiş maddədir ki, orqanizmdən nanoplastiki tədricən çıxarır. Xitazan bugün planetin hər bir insanına müntəzəm qəbulu vacib. Yəni, hər gün bunu qəbul eləməliyik, çünki hər gün bizim plastiklə təmasımız var. Hər gün biz suyu içirik, bütün dünya sularında plastik var. Bundan əlavə Xitazan orqanizmdə yağların mübadiləsini nizama salır, qaraciyərin toksinlərin yığışmasından qoruyur, digər toksinləri də orqanizmdən çıxardır. Yəni, lazımsız o elementləri də orqanizmdən çıxardır. Təbii ki, lazımlıları vermək şərti ilə. Qaraciyərin piylənməsinin əsas səbəbləri də toksinlərin orqanizmdə yığışmasıdır. O qədər toksin yığışır ki, qaraciyər onları çıxartmağa çatdırmır, məcburi pi ilə əhatə edir. Və Xitazanın önəmli rolu həm qandan, həm bağırsaqdan toksinləri çıxardır. Toksinləri çıxartdığına görə qaraciyərdə elə bir ki, yükün azaltmış olur və qaraciyər piylənmədən əziyyət çəkmir. Bugün yəqin ki, eşidər üstə 10 nəfər uzuya girənin 9-unun qaraciyərində piylənməsi var. Adam arıqdır, qaraciyərində piylənməsi. Onun piyli yeməkləri ilə əlaqəsi deyil. Adamın toksinlərinin çoxluğu inandır. Bugünkü insana Xitazan vacib lazımdır. Əlavə xüsusiyyətlərindən biri şuanın mənfi təsirini götürür. Şualanma nəticəsində orqanizmdə müsbət iyonların sayı artır, disbalans yaranır mənfi iyonlarla. O müsbət iyonlar birləşməyə, özünə birləşdirməyə mənfi iyon tapa bilmirlər, məcburi damar divarlarını bombalayırlar və orada xırda sızaqlar yaradırlar. Bu sızaqların üzərinə xırda tromblar qonur, trombun üzərində də başlayır kirəz oturmağa. Xitazanın elə xüsusiyyəti var ki, o istənilən yerdə yara sızaq varsa örtür oranı, səliqə ilə örtür. Və şuanın da mənfi təsirindən insanı sığortalamış olur. Eləcə də çapıqları dəridir, hətta köhnə çapıqları dəridə bilir. Dərinin üstündədirsə, müntəzəm hər gün sürtməklə, ora belə deyək də masaj eləməklə, hopdurmayla tədricən o hissədə bir çapığı əridir. Daxili çapıqlar varsa, məsələn, insultdan sonra, infarktdan sonra, hansısa əməliyyatlardan sonra, hansısa, məsələn, bronxitdən sonra çapıqlar ola bilir, məsələn, müntəzəm ağciyər problemlərindən sonra çapıq olur, hansısa sistem xəstəliklərdə çapıqlar olur, Xitazan onların hamısını əridə bilir. Amma təbii ki, çapıqların sayına görə dozanı orada nizamlamaq lazımdır, müddəti nizamlamaq lazımdır, bağırsaq problemlərində, mədə xoralarında kömək edir. Hətta uzun müddətli babasillərdə belə tətbiq edilsin, görürsən ki, kömək olur. Amma ən yaxşısı xəstələnmədən onu istifadə eləməkdir ki, xəstələnməsin. Təbii ki, xəstələnmədən sonra doza daha böyük lazım olacaq. Çaylar orada xüsusi yer alırlar. Onların da detoks xüsusiyyətləri var. Qan durulaşdırıcı, qan dövranını nizamlayıcı. Hətta orada ikinci çay silinmin çayın təmizləyici xüsusiyyəti ilə yanaşı tamamlayıcı xüsusiyyəti də var. Onun tərkibində mineral da çox zəngindir mineral baxımından. Digər preparatlar da orada özünə məxsus xüsusiyyətləri var. Hər preparat haqqında biz danışsaq, hər məhsul haqqında çox vaxt gedər. Yəni, bircə orada elə axırıncı folikan var, resveratrol tərkibində. Onunla bağlı 1 saatlıq söhbət var. Dünyada təsdiqlənmiş xərçəng əleyhinə təbii maddələrdən bir nömrədir. Qocalma genini belə ləngitmə xüsusiyyəti var. Orqanizmi cavan saxlayır. Ehtiyat kapilyarları işə salır. Damar elastikliyini yaxşılaşdırır. O da toksik maddələri orqanizmdən çıxardır. Yəni, çox gözəl məhsuldur. Məhsullarla bağlı yaxşı olar ki, etap-etap bizdə təlimlər olur. İndi onlayna da biz həmən təlimləri yavaş-yavaş daşıyacaq, sizlərə təqdim edəcək. Növbəti slayd zəhmət olmasın. Tamamlayıcı məhsullardan kalsiumlar xüsusi seriya alır. Çünki kalsium, bayaq dediyim kimi, elementlərin şahidi orqanizmə hava su kimi lazımdır. Yəni, oksigen qədər önəmlidir orqanizm. Ona görə də TN xüsusi kalsiumlara önəm verir.
Bir neçə çeşiddə kalsiumları var TNS-in. Həmin kalsiumlar, belə deyək də, həm sümük problemlərini sığortalayırlar, orada mütləq hesabat aparmaq lazımdır. Onun sutkalıq 1000-1200-ə bədənə vermək lazımdır ki, orqanizm sümükdən qana yumaq prosesini stoplasın. Əks halda o insan potensial gələcəyin xəstəsidir. Kiçik dozalarla hansısa problemləri sığortalamaq olmur. Ona görə də insan hesablamalıdır. Orada məsələn toz şəkilli kalsiumların tərkibində 300-400-ə yaxın milliqram bir paketində kalsium var və yanaşı da digər maddələr də cəmləşir. Məsələn, orada selen, sink, dəmir, manqan, başqa minerallar, vitaminlər hamısı orada kompleksləşdirilir. Təbii ki, orada məsələn, tərkib baxımından bir-birinə cüzi fərqlər var. Məsələn, elə kalsium var ki, orada uşaqlar üçün kalsiumda məsələn, amin turşuları çoxdur, zəngindir. Dəmiri, sinki çoxdur. Onu təbii ki, uşaqlar, sürətlə böyüyən uşağa lazımdır. Doymamış yağlar da hətta var uşaq kalsiumun tərkibində. Uşağın zehinsel inkişafına yaxşı kömək eləyir. Üstəgəl, məsələn, qan azlığından əziyyət çəkən insan da qəbul edə bilər. Yaşlı insan beyin fəaliyyətini gücləndirmək istəyir, o da qəbul edə bilər. TNS kalsiumları dostlar, deyim ki, premiumdur. Orqanizmə D vitamini orqanizmdə az ola da mənimsənilir. Tam hüceyrə tərəfindən mənimsənilir, xüsusi hazırlanır. Plus da içində D vitamini də var. Orada bir paketin içində haradasa 300-400 vahidə qədər D vitamini də var. O tərkiblərin dozalarla sonradan tanış ola bilər. İnsana qalır ki, bir də onu bədənə verəsən. O girib öz işini görsün, amma lazımı dozanı hesablamaq lazım. Onun buhalteriyasını biz də kömək edirik insana, mineralların hesabatına. Orada beyin fəaliyyəti üçün məsələn hazırlanan kalsium var. Kalsiumla paralel içində B qrup vitaminləri, digər maddələr də var. Kalsiumları dostlar rahat insanlara tövsiyə eləmək olur. Məsələn, insan əgər sümük yeyilməsi var və böyrəyində daş varsa, sizi inandırım ki, aptekdən elə kalsium tapa bilməzsən ki, sümüyü bərkitsin, daşı böyütməsin. Molekulyar olduğuna görə sümüyü bərkidə daşı da böyüdəcək. TNS kalsiumu isə təsəvvür edin paradoks effekt göstərir. Həm sümüyü bərkidir, həm daşı əridir. Yəni onun tərkibində olan digər maddələr, D vitamini və digər maddələr daşın tərkibindəki kalsiumu da götürüb yerbəyer edirlər sümüyün içində. Və daş yavaş-yavaş yoxa çıxmağa başlayır. Məsələn, körpədir, dişi çıxmır, gecikir, amma əmcəyi bitişir, beyin daxili təzyiqi var. Siz onu aptekdən elə kalsium tapa bilməzsiniz ki, onun əmcəyini bitişdirməsin, bitişdirmədən dişini çıxartsın. TNS kalsiumu onu edir. Əksinə uşağın beyin daxili təzyiqi azalır, tərkibindəki leçitin taurinə görə. Əlavə olaraq da dişi də vaxtında çıxmağa başlayır, yavaş-yavaş elə bir dişləri də çıxır. Və hesablamasanız əgər orada uşaq üçün, məsələn, uşağın dişi çıxarda bilməyən uşağın sustalıq dozası 1500-2000-dir. Milliqramla 1500 milliqram üstüdür. Və əgər o uşağa, məsələn, uşaq kalsiumun tərkibində 360-dır. Ona siz günə 4-5 paket kalsium verməsəniz, o uşaq diş çıxarar, 1-2 paketlə diş çıxarar, amma temperaturla çıxardacaq. Yəni, onun verilən kalsiumun gücü çatmayacaq, immunitet kalsiumsuz qalacaq. Və bütün qüvvələr, orqanizmin bütün gücü dişə səfərbər olduğuna görə immunitet selensiz, kalsiz qalacaq və o temperatur verməyə başlayacaq, bağırsaq pozulmağa başlayacaq. Ona görə hesablamaq çox önəmlidir. Hesablayın ki, insan əziyyət çəkmədən lazım olan dozanı alsın və tam sağlamlığını bərpa eləsin. Sink, selen də orada xüsusən ayrıca istehsal olunur ki, bunlar da vacib elementlərdəndir. Xüsusən xərçəng əleyhinə selenin immun hüceyrələrin aktiv, ayıq-sayıq saxlamaq xüsusiyyəti var. Əgər bədəndə selen çatışmazlığı varsa, immun hüceyrələri xərçəng hüceyrələrinə qarşı sönük olurlar, görmürlər və xoş xassəli hüceyrə sabah bəd xassəliyə də nəsil verə bilir, çevrilə bilir. Amma selen yetərincə olsa, elə sinkin özü də yetərincə olsa, həm mikroblara qarşı, həm bəd xassəli, anormal hüceyrələrə qarşı bizim immunitetimiz normal sayıq olar. Həm də ki, sink, selen demək olar ki, bütün vəzirlərin xalmalıdır. Onu artıq insan özü oturub götürüb qoy eləməlidir ki, məsələn, sümük problemi də var, görmə problemi də var. Məlum məsələdir ki, orada bir dənə kalsium verməklə iş bitməz. Orada məsələn verilməlidir
əlavə sink, selen, hətta orada bayaqki slaytda Veykan var idi, doymamış yağlar, E vitamini. O da verilməlidir, kalsiumlardan da verilməlidir. Paralel vəzi problemi varsa orada məsələn şəkər kalsiumu bütün vəzlərə kömək edir. Tək məsələn mədəaltı vəziyə yox. Həm prostat vəziyə kömək edir məsələn, həm qalxana bənzər vəziyə kömək edir. Orada artıq sümük problemin biz paralel vəzlər problemi ilə çözmək istəyiriksə, bunları nəzərə almalıyıq. Bu işlərə yenə deyirəm, biz köməklik göstəririk. Növbəti slayd cəmat olmuşsa. Burada bərpa edici məhsulların da xüsusi rolu var. Bunlar əlavə bonusdur şirkət tərəfindən. Bunlar aptekdə bəzi dərmanlarına bənzər effekt göstərirlər. Məsələn, kardisepsin xüsusilə məsələn, ciddi problemlərdə tədricən effekt verməyi var. Həm immunitetini nizamlayır, həm də görürsən asmanı da problemlərinə kömək edir. İmmunitet modulyasiya edir. İmmuniteti lazım olan yerdə zəiflədir. Allergiyalarda immunitet zəifləməlidir. İmmuniteti gücləndirmək lazım olan yerdə gücləndirir. Məsələn, bir insanın orqan köçürdü özünə, böyrək köçürdü məsələn. Onun immunitetin çox yüksək olmayı vacib deyil. Daha doğrusu çox yüksək olmamağı vacibdir. Ki, orqanizm köçürülən böyrəyə qarşı aqressiya qaldırmasın. İmmunitet ona qarşı aqressiv olmasın. Həm də ki, mikroblara qarşı da immunitet eyni vaxtda həssas olmalıdır. Həman xəstələrə immun zəiflədici maddələri verirlər. İmmunitet zəif olduğuna görə virusa qarşı, mikroba qarşı həssas ola bilmir. Məsələn, qoruya bilmir orqanizmin virusdan müdaxiləsi. Kardiseps Çində artıq uzun illər tətbiq olunur belə xəstələr. Xəstə də demək olmaz, artıq orqan köçürmüş adam sağlam sayılır, praktiki sağlam. Və həmən adama demək olar ki, kardisepslə o problemləri nizamlamış olur. Yəni, çox maraqlı preparatdır. Tibetdə 3000-5000 metr hündürlükdə yaşayan bir canlıdan alınır. 6 ay o canlı həşərat kimi, 6 ay göbələk kimi yaşayır və həmən canlının bədəni xüsusi maddələrlə zəngindir. O maddələri bədənə verəndə uzun illərin müalicə olunmaz belə problemləri görürsən ki, yavaş-yavaş həll olunur. Digər bərpa edicilər də o xüsusiyyəti daşıyır. Onu deyim ki, dostlar, TNS-in tamamlama məhsulları da, hətta təmizləyici məhsullar da belə bərpa etmə xüsusiyyətləri bəziləri özündə daşıyır. Hətta məsələn, təmizləyicilərin içində də bayaq dedim, tamamlama xüsusiyyəti var. Növbəti slayd cəmat olmasa. Profilaktik məqsədlə artıq dediyimiz kimi biz insanı deyim ki, hansısa problemləri varsa onu həll edəndən sonra profilaktik artıq onun özünə agah olur. O bilir ki, mənə bu lazımdır. Məsələn, mən nevrozluqdan əziyyət çəkirdim. Orada İkan məhsulu var, təmizləmə seriyasındadır. Ondan 8 ay ardarda içəndən sonra mənim beynim tam formatdandır. Stres yaddaş getdi, arxivləşdi hər şey. Bütün keçmiş olanlara mən streslə artıq yanaşmırdım. 8 aydan sonra gördüm ki, doydum bu ikanı istəmirəm də. Mənim bədənim doyub olmuş. Amma üstündən bir ilə yaxın keçdi. Mən artıq hiss edirəm ki, yenə o ikana ehtiyacım var. Yenə müəyyən kiçik streslər toplaşmağa başlayır və başladım ikanı qəbul eləmək. Yəni, profilaktikanı artıq adam özü dərk edir. Amma biz də insana, yəni TNS sevənlərə xüsusən biz illik profilaktik modeli təqdim edirik. Bu artıq dərin bir dənə belə bir sxemdir, verir bir tam izahı ilə insan özünün və ətrafdakılarının sağlamlığını qoruya bilir. Yəni, həkim dilində deyil, sadə, bəsit, sıradan olan insanlar bunu dərk edir. Növbəti slayd cəmat olmuşdur. Burada cihazlar da maraqlı, belə deyək, funksiya oynayır. İnsan orqanizmi üçün bugün lazımdır. Xüsusən də indiki müasir insan az hərəkətliliyin fəsadlarından əziyyət çəkir və texnika şüasının fəsadlarından əziyyət çəkir. Bu cihazlar da sırf ona hədəfləniblər. Həm şüanın mənfi təsirini götürür, ikinci də az hərəkətdən insanı qoruyur. Xüsusən orada birinci solda üstdəki cihaz var, QETS, qan və enerji dövranı stimulatoru. İnsanın orqanizmin qan dövranını o qədər yaxşılaşdırır ki, 5 kilometr qaçışı əvəzləyir. İnsan onun üzərində 15 dəqiqə durmalı. Əlavə olaraq şüanın mənfi təsirini göstərir. Plus da əlavə əsas üstün premium xüsusiyyəti, belə bir
orqanizmin bioloji aktiv nöqtələrinə təsir, ayağın altındakı daha doğrusu bioloji aktiv nöqtələrə təsir göstərməklə bütün orqanların işin nizamlamış olur. Bilirsiniz də, insan orqanizmində 156 nöqtə əlin içindədir, 98 qulaqdadır, 100 ayağın altındadır və bütün bədəndə də bioloji aktiv nöqtələr var. İynə batırma elmi, refleksoterapiya dediklər sırf bunun üzərində qurulur. Və həmən cihaz da ona hesablanır. Bioloji aktiv nöqtələrə təsir edir. Əlləri də qoymaq olur onun üstünə, ayaq üstə də qalmaq olur. Ümumiyyətlə, bədənin bütün nahiyələrini ondan belə deyək də təsir eləmək olur. Məsələn, hətta skalyozda, kifozda da belə kömək edir. Digər cihazlarda oxşar effektlər göstərirlər. Növbəti slaydı anlatılmış. Burada gigiyenik məhsullar da var. Deyim ki, gigiyenik seriyamız bu il ərzində genişlənəcək. Orada müalicəvi xanımlar üçün olan məhsullar var. İstəyənlərə sonra təqdim olunar onların ətraflı izahı. Orada maraqlı bir xüsusiyyətləri var. Və diş pastası ftorsuzdur. Azərbaycanca fluorbit maddəsidir. Onun çoxluğu da orqanizmdə adaptasiya xüsusiyyətini pozur. Və bugün belə deyək də, demək olar ki, sularda, çox şeylərdə fluorun çox olduğuna görə beyinə mənfi təsiri, xüsusən epifiz vəzisinə mənfi təsir edə bilir. Və bu pasta ftorsuzdur, tam təbiidir. Hətta dərinin üstünə də sürtəndə yoxa çıxır. Dəri tərəfindən tam soğurulur. Bu da uşaqlara da istifadə oluna bilər. Çünki uşaqlar pastanı müəyyən qədər udurlar, onlar tam tullaya bilmirlər. Əlavə olaraq faringitdə, diş ətinin qanamasında, ümumiyyətlə ağız qorxusunun sağlamlığında ideal bir şeydir. Və dostlar, artıq siz başa düşdünüz ki, TNS məhsulları bioloji aktiv əlavələr içində ən üstünləridir, premium məhsullar. Bioloji aktiv əlavələrsiz də get-gedə sağlam qalmaq mümkün olmur. Hamınızda sual ola bilər ki, bəs yaxşı, bunun pul məsələsi. Bu sual mənim qarşıma 2008-ci ildə çıxdı. O vaxtı təzə TNS məhsulları ilə tanış olmuşdum. Çoxlu problemlərim var idi. Məhsulları istifadə elədim, həqiqətən sevdim, xoşuma gəldi. Hətta ixtisasca, belə deyək də, lap ilk ixtisasım narkoz həkimliyi olduğuna görə anesteziolog, reanimatoloq biraz şübhə var idi ki, birdən tərkibindən nəsə narkotik olar. Mən həddən çox özümü yaxşı hiss elədim. Qəfil dayandırdım, gördüm yox. Bir asıllıq əlaməti yox, bir narahatçılıq yox. Hardasa bir aya yaxın da belə fasilədən sonra təkrar başladım istifadə eləməyə və təbii ki, araşdıra-araşdıra və bu günə qədər sevə-sevə istifadə edirik ailəlikcə, dostlarımızla, yaxınlarımızla bir böyük bir çevrə yaranıb. Amma əvvəl-əvvəl pul baxımından açıq deyim, ciddi əziyyət çəkirdim. Narahat edirdi ki, mən bunun pulunu hardan gətirəm. O vaxtı maaşlı işləyirdim, o maaş elə oranın demək olar ki, heyətinin, oranın kollektivinin xeyri şərinə gedirdi və mənim əlimdə bir şey qalmırdı. TNS şirkəti bunu da nəzərə alıb və müştərilər üçün də bir imkan yaradır ki, onlar müəyyən bir bonuslardan, endirimlərdən faydalansınlar. Bu imkanlar nəyin hesabına yaranır? TNS reklama çıxmır. Yəni, şirkət olaraq reklama çıxmır. Siz heç yerdə şirkətin reklamını görməsiniz. Hardasa keçidlərdə, reklam şitlərində, hansısa bir kanallarda mümkün olmaz, görməzsiniz. Ola bilər, hansısa bir fərdi əməkdaş, hansısa bir mərkəz, elə deyək, kiçik bir mərkəz öz vəsaitinin hesabına hansısa reklama çıxsın. Amma şirkət reklama çıxmır. Və bilirsiniz ki, şirkətlər reklama böyük pullar ayırırlar. Ən çox pul ayıran şirkətlərdən biri Coca-Cola'dır. Dövriyyəsinin 65%-ni təzədən reklama qaytarır, reklama yatırır. TNS reklama pul ayırmır, reklama pul xərcləmir, amma ayırır və ayırdığı məbləği yenidən istifadəçilərinə qaytarır. Hansı istifadəçilər ki, müntəzəm qəbul eləməyə başlayırlar, onlar üçün müəyyən, belə deyək də, endirim paketləri hazırlayır. Paketlərlə istəsəniz fərdi şəkildə tanış ola bilərsiniz. Və həmən paketləri əldə edəndən sonra müəyyən, belə deyək də, alışlar. Burada kiçik paketlər, məsələn, 200 manat paketdən sonra 10% endirimə çıxma olur. Ondan yuxarı endirimlər də var, amma artıq
belə deyək də, bir dəfəlik alışla yox, hissə-hissə gedib ona da çıxmaq olur. Şirkət endirimlər təklif edir və deyim ki, ciddi endirimlər olur. Yerində alarkən endirim olur, bir aydan sonra pul şəklində qayıdan belə bir endirim olur. Bu da artıq insan üçün çox maraqlı olur ki, mən bu məhsulu bu belə deyək, alışdan sonra bir dəfəlik ya bir neçə dəfəlik endirimsiz alışdan sonra ciddi endirim əldə edə bilərəm. Bundan əlavə aylıq kampaniyalar elan edir ki, həmən alışla, məsələn, endirimli alışla hansısa məhsulu hədiyyə eləmək var. Məsələn, bizim yanvar ayı hədiyyə endirim belə deyək də kampaniyamız təqribi 400 manatlıq endirimli alışa, məsələn, insan 500 manatlıq məhsulun real qiymətidir, ona öz endirim, məsələn, endirim imkanı ilə 400 manat ödəsə, 400 manatlıq alışdan sonra da bir dənə xitozan hədiyyə düşür. Xitozanın da endirimsiz qiyməti 81 manatdır. Yəni, bu tipli endirimlərə şirkət bir fürsət yaradır. Hər ay demək olar ki, bu endirimlər olur. Başqa endirimlər də olur. İnsanlar özü üçün yararlana bilir. Bundan əlavə, şirkət əlavə də fürsət yaradır vasitəçilik eləyənlərə. Hansı insanlar ki, nüfuzları var, ətraflarına məlumat vermək istəyirlər, insan sevərdilər, onlar o işi görürlər, yerinə yetirirlərsə, vasitəçilik edirsə, tövsiyə verirsə kiməsə, o tövsiyədən də şirkət müəyyən bonuslar ayırır. Tövsiyə olunan insan da gəlir özü üçün qeydiyyata düşür, o da özü üçün endirimə çıxa bilər. Təbii ki, onun alışlarından daha çox faydanı özü görür açıq. Ən çox endirimi özü əldə edir, ən çox bonusları özü götürür, amma onu tövsiyə edən insan da orada kiçik rəqəm ala bilir. Və bu insanların, tövsiyə olunanların sayı artdıqca, artıq o kiçik məbləğlər də böyük bir bonusa çevrilir. Çünki tövsiyə edilən insan da gəlib kiməsə tövsiyə verir. O da kiməsə tövsiyə verir və bir də görsən 10-cu, 15-ci nəsildə heç ümumiyyətlə başqa ölkəyə gedib çıxır. Həman sıralama gedir başqa ölkəyə çıxır, amma fərq eləmir. Sistem vahiddir deyə başqa ölkədən də o gəliri verir. Azərbaycanın hansı ucqarına keçirir, tanımırsan. Girib sistemdə baxsan ki, bu adamı mən tanımıram, bu haradan oturdu bura. Amma şirkət ondan da kiçik bonus verir. Amma yenə deyəm, can yiyəsinin özünə daha çox belə deyək, endirimlər olunur. Və bunları fürsət bilib mən yavaş-yavaş belə deyək, tövsiyə eləməyə başladım. Təbii ki, insanlar ikili yanaşdılar. Bir qrup insan sevə-sevə qəbul elədi və çox az idilər. Digər qrup şübhə ilə yanaşdı, digər qrup ümumiyyətlə rişxand eləməyə başladı, amma zaman-zaman şübhə ilə yanaşanların da bəziləri gəlib qəbul eləməyə başladılar. Rişxandla yanaşanlar da bəziləri qəbul eləməyə başladı. Hətta bugün rişxand eləyənlərin içində tövsiyə eləyənlər var belə. Yəni, bu normal bir prosesdir. Hər bir yenilik istənilən insan üçün bir mənalı deyil və insana vaxt lazımdır ki, onu təhlil eləsin, həzm eləsin. Və bugünkü gün belə təlimlər silsiləsi də var ki, biz insanları belə təlimlərə qoşa bilirik. Bu təlimlərin video yazılarını o insanlara göndərə bilirik ki, insanlar maariflənsinlər, öyrənsinlər və tətbiq eləsinlər. Belə dostlar, mənim sizə deyəcəyim bu qədər. Məlumatlar çox ciddidir. Get-gedə bu məlumatlar biraz da öz ciddiyyətini alacaq və 10 ildən sonra artıq zərurətə çevriləcək. Ona görə təhlil eləyin, araşdırın. Dostlarınızı, yaxınlarınızı da çağırın araşdırmağa. Açıq deyim, bizim dostlardan elələri olub ki, 2-3 ildən sonra gəliblər, küsüblər. Ki, sən 3 ildir bunu istifadə edirsən, niyə demirsən? Yəni, insanlar sonra küsməmək üçün insanlara məlumat verin. Onlar da gəlib araşdırsınlar. Araşdırmalı məsələlərdə həqiqətən və tətbiq eləyin, istifadə eləyin. Biz də sizin xidmətinizdəyik. Diqqətinizə görə təşəkkür edirəm.